Bismillahirrahmanirrahim. Salam benim əzizlərim. Mən bu günləri kuxunamla ilk çəkilişi eləyirəm. Sizin üçün yarpaq dolması pişirirəm. Əvvəlcə göyərtiləri doğrayıram. Çox xırda incə olmalıdır. Çox incə. Göyərtilərimin içində var şüyüd, kişniş, nanə. Mən öz üsulum olaraq ona göy soğan da vururam. Mənim üçün o dolmanı çox dadlı eləyir, çox gözəl eləyir. Mən tam göyərtilərimi xırdaladım. Bir kilo ətim var. 1-2 başda göy soğan əlavə eləyirəm. Onu da çox xırda incə doğrayıram. Göy soğan deyim ki, dolmanın ən dada gətirənidir. Mən soğanı da doğradım. Soğanı da ətimin üstə tökürəm. Biz 2 baş soğan çəkmişəm ət üçün, suyunu süzmüşəm ki, acı suyu qalmasın. 100 qram kərə yağıdır. Olmazın dadını verir ətə, kərə yağı. Bir armud stəkanın başı yarım düyüdür. Hamısını birləşdiririk. 2 çay qaşığı duzumuzdur. 1 çay qaşığından biraz az pul bibərimizdir. 1 çay qaşığı sarı kökümüzdür. Balaca çay qaşıqları olur. Mənim istiyotum ondandır. Bir balaca çay qaşığı istiyotdur. İndi mən bunları hamısını bir-birinə qarışdırıram. Sonda üstünə yarım stəkan qaynar su töküb, ondan sonra tam həll qarışdırmaq lazımdır. Mən hazırladım ətimizi, ət tam hazır. İndi bükməyə başlayıram. Ən əvvəl yarpaqlardan, qazanın altına qalın yarpaqlardan biraz düzürəm. Dolmanın altından ki, daha yaxşı olsun. Dibinə yapışmasın. İndi bir-bir başlayıram bükməyə. Bismillah. Bizdə yarpaq dolması çox sevilir. Dolmalarımızı bükdük, hazırdır. İndi isə üstünə qaralmasın deyə limonumuzu qoyuruq. Qəşəng dəlqinə kəsirik. Dörd dənə bəsdir ki, turş eləməsin yeməyimizi. Qəşəng üstünə düzürük. Dolmamız çox səliqəli çıxıb. Rəngi qaralmasın dolmamızın. Bir stəkanın başı yarım qaynar suyu tökürük. Göndərik bişməyə. Bişənə yox, üstünə də biraz yağ gəzdirib dolmamızı hazır eləyəcək.
Bizim yeməyimiz bişib hazırdır. Çəkib nuş eləyə bilərik. Əvvəlcə limonları götürürük. Sonra yeməyimizi çəkirik. Böyrünə qatıqdan tökürük. Hamıya nuş olsun.